Azərbaycan Respublikasında yaşayan, tarix boyu yadellilərə qarşı çiyin-çiyinə döyüşüb, yumruq kimi birləşdiyimiz əziz yurttaşlarım, Azərbaycan Respublikası hüdudlarından kənarda, Borçalıda, Dərbənddə, Kərkükdə, Ərbildə, Telafarda, Hələbdə, Kolanı təpələrində, Şamda, İran osmanlıqlarının əksəriyyətində, Türkiyənin İğdır, Qars və digər bölgələrində türk, türkman, tərəkəmə, ayrım, qarapapaq, qacar, bayat, afşar, şahsevən, qaşqay, qızılbaş adları ilə tanınan soydaşlarım. Bering boğazından Avropanın mərkəzinə qədər uzanan böyük bir ərazidə məskunlaşmış Yakut-Saxa, Dolqan, Tuvalı, Altaylı, Xakas, Uyğur, Qırğız, Qazax, Özbək, Qaraqalpaq, Türkmən, Tatar, Başqırt, Çuvaş, Noqay, Qaraçaylı, Balkar, Qumuq, Anadolu türkləri, Qaqavuz qardaşlarım, həm də Novruz, Ergenekondan çıxış adları ilə tanınmış Ulus günümüz mübarək olsun.